40 illiyimizdir bu il a dostlar. Görüşdük dərdlərdən uzaqlaşaq biz. Məktəb illərini xatırlayaraq, yenidən bir yerdə uşaqlaşaq biz. Afiq idi görüşdə qrup rəhbəri. Sevincdən, fərəhdən qaçdı dodaqlar. Yeganə, Xuraman, bahar da vardı. Necə gözəl idi o ötən çağlar. Füzulidə ötən ömür xoş idi. Məlhəm idi, təmiz idi suları. Natəvan adına məktəbi vardı. Daşdı, kəsəkli idi bütün yolları. Oxuyub oranı vurduq başa biz. Kimisi həkimdir, kimi mühasib, deputat, icradar, kitabxanaçı, birinə müəllimlik olubdu nəsib. Biznesmen, sürücü, bəzisi evdar, neçə ildən sonra görüşə bildik. Bir ilin, bir sinifin uşaqlarıyıq. Xatırlayıb həm kövrəldik, həm güldük. Lövhə yazan kim, söz atan kimdir? Kim kimin altından stolun çəkdi? Kim müəllimlərin sözündən çıxdı? Kimi ki alanda göz yaşı tökdü? İndi nə rayon var, nə də ki məktəb. Bircə yada düşən xatirələr var. Necə qayğısız, gözəl idi o vaxtlar. Allah o günlərə bizləri qaytar. 10 il bir sinifdə qayğısız və şən, birgə qarşıladıq neçə illəri. İllər gəldikcə illər üstünə, ağartdı saçdakı qara telləri. O illər hərədə bir iz buraxdı. Kim kimi sevirdi, olmuşdu məcnun. Kim kimə göz altdan baxırdı hərdən, hamı bu dünyadan olmuşdu məmnun. Qarşımıza bir artist şəkili qoyub, sonsuz arzularla nöqtə qoyardıq. Biz unudulmayan, yaddan çıxmayan o xoşbəxt anları birgə duyardıq. Dərdimiz, sərimiz 5 almaq idi. Oxuyan uşağa hörmət var idi. O vaxt başqa idi, belə deyildi. Savadlı adama qiymət var idi. Bir də dəbdə idi xatirə yazmaq. O gözəl hissləri indi kim duyar? Hər kəs ürək sözün yazıb dəftərə, qırmızı qələmlə gül rəsmi qoyar. Hər düşündükcə, yada saldıqca, oxşayar o günlər saf könülləri. Bir insan ömrünün xoş səhifəsidir. Doğmadır, əzizdir məktəb illəri. Bir insan ömrünün xoş səhifəsidir. Doğmadır, əzizdir məktəb illəri.